Dostlar, hər birinizi salamlayıram. Doktor Nemo kanalına təkrar hər birinizi xoş gördük. Bugünkü videomuzda biz keçən səfərki videoların davamı olaraq, yəni qaraciyər xəstəliklərinin davamı olaraq hepatit D və Y haqqında, yəni hər ikisi haqqında birgə məlumat verəcəyik. Dostlar, biz virus hepatitləri deyəndə, yəni əksər insanlar adətən B və C hepatitlərini nəzərdə tuturlar. Çünki bu daha çox populyardır və daha çox insanlarda belə deyək, mənfi nəticələr törədir və insanlarda xronikləşir. Bir sıra insanlarda daha mənfi nəticələr verdiyinə görə bir qədər bir növ insanlarda qorxu, təlaş yaratmışdır. Lakin bundan da savayı biz haqqında da danışmışıq. Hepatit A xəstəliyi də var və bundan da savayı D və Y hepatitləri də mövcuddur. Tibb aləmində bu xəstəliklərin və istənilən digər xəstəliklərin heç birisinin qeyri-ciddiyyətliyi yoxdur. Yəni hər bir xəstəliyə ciddi şəkildə yanaşılır və tibb personalları bu sahəyə xəstəliyin formasından asılı olmayaraq ona ciddi yanaşır və müalicə istiqamətində çalışmağa başlayır. Həmçinin də müalicə və yaxud da sağlamlığın geri qaytarılması üzərində tədbirlər görməyə çalışırlar. Yəni istənilən burada hepatitdən danışırıqsa, A-dırsa, D-dirsə, Y-dirsə, yəni bu fərqi yoxdur. Əgər bir xəstədə bu tipli viruslar aşkar olunubsa və Allah xəstəliyi törədibsə, həmin xəstəyə qarşı gərək ciddi yanaşılsın və bu tədbir görülür. Əslində çox az danışılsa da, hepatit D və Y xəstəlikləri özlərində xüsusi bir kliniki bir yükümlülüyü var. Yəni kliniki bir ağırlığı vardır. Necə olur ki, insanlar hepatit D-yə yoluxur, hepatit Y-yə yoluxur? Bu xəstəliklər hansı dəyişikliklər törədir, hansı patogenetik dəyişikliklər, hansı kliniki əlamətlərlə üzə çıxır? Bu haqda sizlərə məlumat verəcəyəm. Gəlin əvvəlcə hepatit D-dən başlayaq. Hepatit D virus mənşəli belə deyək, törədicidir və bu virus xüsusi bir RNT-yə sahibdir digərlərindən fərqli olaraq və özünü tam olaraq replikasiya edə bilmir. Yəni onun yaşaması tək şəkildə mövcud deyil. Ona defektiv virus belə deyək, RNT-si deyilir. Defektiv RNT virusuna sahibdir və bu xəstəlik tək başına mövcud deyil. Yəni əgər hepatit D xəstəsi tanışınız varsa və yaxud da rastınıza çıxıbsa elə biri, mütləq bilin ki, onda hepatit B də var. Çünki hepatit D virusu hepatit B ilə yanaşı formada özünü göstərir. Hepatit D virusu adından da göründüyü kimi hepatit, yəni hepas, qaraciyəri zədələdiyinə görə bu tipli virus fərqi yoxdur. A, B, C, D-yi hər biri qaraciyəri zədələdiyinə görə məhz bu viruslara klinik mahiyyət daşısın deyə onlara hepatit deyilir. Yəni qaraciyərdə iltihab törədirlər. Hepatit D virusu da qaraciyərdə iltihab törədir. Dediyimiz kimi tək başına mövcud ola bilmir. Mütləq yanında hepatit B virusu olmalıdır. Yəni onunla birgə orqanizmə düşür, qaraciyər toxumasına, hüceyrələrinə düşür. Burada həmin virusun, yəni B virusunun genetik materialı ilə qovuşur və bundan sonra ona məxsus olan zülallar və virionlar sintez olunmağa başlayır. Hepatit B xəstəliyindən xatırlayırsınızsa, burada hepatit B virusunun yoluxma yolları haqqında məlumat vermişdik və D virusu da B virusu ilə birgə fəaliyyət göstərdiyinə görə onun yoluxma yolları da B virusunda olduğu kimidir. Yəni nədir? Ortaq iynənin istifadəsi, yəni qan elementi, yoluxmuş qan mütləq digər sağlam şəxsə ötürülməlidir. Bu da xüsusən ortaq iynə istifadəçiləri ola bilər, ya gigiyenik olaraq antiseptik və aseptika qaydalarına əməl etmədən bir iynədən digər sağlam insan da istifadə edirsə, əgər digər insan hepatit D-yə yoluxmuşdursa, digər sağlam şəxsə də əgər ondan istifadə etsə, onu keçəcək. Xüsusən də narkomanlar arasında bu müşahidə olunur, narkotik istifadəçilər arasında müşahidə olunur. Ondan da savayı qan köçürülmə zamanı da bu hal baş verə bilər. Əgər qan köçürülərkən həmin qan götürülən donorun qanında hepatit B və yaxud da D virusu varsa, sağlam şəxsə köçürülərsə, o zaman həmin şəxsdə təəssüf ki, hepatit B və D virusuna yoluxmuş olacaqdır. Digər yol da cinsi davranışlarla əlaqədardır. Yəni cinsi əlaqə nəticəsində keçmiş ola bilər. Bu B-də də elədir, həmçinin D-də də elədir. Bundan da savayı hamilə qadın əgər bu xəstəliyə yoluxubsa, vertikal yolla dölə keçə bilər.
İndi hepatit D-nin əlamətləri haqqında danışsaq, öncə onun əlamətləri haqqında danışmamışdan öncə bunu demək lazımdır ki, o hepatit B virusu ilə birgə ya superinfeksiya formada özünü göstərir, ya da koinfeksiya formasında özünü göstərir. Koinfeksiya formasında, yəni bunu termini belə izah edeyim, ko burada köməkçi deməkdir. Köməkçi infeksiya kimi özünü göstərir. Yəni bir şəxs hepatit B-yə yoluxubsa, paralelində bərabər formada hepatit D-yə də yoluxursa, bu adlanır koinfeksiya. Və bu halda hepatit D-nin əslində hepatit D hepatit B ilə birgə olanda bir qədər hepatit B-nin əlamətini göstərdiyi mənfi nəticələri artırmış olur. Lakin burada koinfeksiya şəklində özünü göstərəndə superinfeksiyaya nisbətən bir qədər özün daha zəif ortaya çıxarır. Yəni nisbətən az ildırım vari forma şəklində özünü göstərir, az halda sirroz törədir. Yəni burada az deməyim nisbət etibarı ilədir. Superinfeksiyaya nisbətən. Bu onun təhlükəliliyi dərəcəsini aşağı salmır. İkinci forma dediyim kimi superinfeksiyadır. Yəni bu nə deməkdir? Əgər bir insan hepatit B xəstəliyinə yoluxubsa, belə deyək, aktiv formadan deaktiv formaya keçibsə, immun tolerant formasındadırsa, yəni belə deyək də gizli formadadırsa, daşıyıcı formasındadırsa, yanaşı olaraq ona həmin xəstəyə hepatit D virusu yoluxmuş olarsa, bu artıq superinfeksiya adlanır. Və superinfeksiya, super əslində 2 qat anlamını verir də bilirsiniz. Superinfeksiya qoşulanda hepatit B-ni də sanki oyadır və hepatit D də ona qoşulur. Sanki ona dəstək kimi gəlir və sürətli şəkildə xəstədə patoloji dəyişikliklər ortaya çıxarır və nəticə etibarilə fulminantlıq artır, sirrotik dəyişikliklər artır və hepatoselülyar karsinoma yaratma sürətini bir qədər artırmış olur. Yəni bu bayaq dediyim kimi koinfeksiya nəzərən daha sürətli gedir. Hepatit D virusu da dediyim kimi B kimi, C kimi qaraciyər xərçəngini törədə bilir. Əgər bir xəstə artıq hepatit D-yə də yoluxdusa, bu istər superinfeksiya olsun, istər koinfeksiya formasında olsun, onda təbii ki, kəskin əlamətlər ortaya çıxarmağa başlayacaqdır. Və kəskin əlamətlər digər hepatit videolarında izah etdiyimiz kimi halsızlıq, yorğunluq, qaraciyərdə dəyişikliklər yaratdığına görə, iltihabi proseslər yaratdığına görə burada intoksikasiya əlamətləri ortaya çıxır. Oynaqlarda, sümüklərdə sınma əlamətləri, sağ qabırğa altı nahiyədə narahatlıq hissi, diskomfort hissi ortaya çıxmış olur. Yəni ondan sonra da əsas bildiyimiz kimi bilirubinin konjugasiya edə bilmədiyinə görə və yaxud da bilirubinin konjugasiya dərəcəsi azaldığına görə nəticədə bilirubin qana keçir və xəstədə sarılıq ortaya çıxmış olur. Bütün hepatitlərdə bilirsiniz, sarılıq ortaya çıxma ehtimalı var. Və hepatit D B ilə birgə özünü göstərdiyinə görə B-nin özünə nəzərən əksər hallarda dediyimiz kimi daha sürətli dəyişikliklər yaradır. Qaraciyərdə fibrozlaşma sürətli şəkildə gedir. Bu da sirroza gətirib çıxara bilər və həmçinin dediyim kimi mortallıq xüsusiyyəti, yəni öldürücülük xüsusiyyəti daha yüksəkdir. İndi müasir dövrdə yəni biraz öldürücülük deyəndə insanları qorxuduruq təbii ki, amma yəni bu ümumi bir məlumatdır. Müasir dövrdə tibbin bir qədər daha geniş tətbiq olunması, daha geniş spektrdə skrining testlərin, analizləri, müayinə metodlarının olması həmin xəstəliyi vaxtında aşkar etməyə imkan verir və qarşısını almaq mümkündür. Yəni qaraciyərdə baş verən dəyişikliklər qarşısını almaq mümkündür. Daha rahat başa gəlir. Burada rahatlıqdan qəsdim, yəni mövzuya laqeyd yanaşmaq deyil. Xəstəlik varsa buna laqeyd deyil, ciddi şəkildə yanaşmaq lazımdır. Çünki sağlamlıq daha önəmli bir faktordur. Daha vacib və əvəz olunmaz bir zənginlik hesab olunur. Yəni tövsiyə edirəm ki, hepatit D-nin klinik əlamətlərini bilmək istəyirsinizsə, hepatit B videosunu, Doktor Nemo YouTube kanalında olan hepatit B videosunu da izləməyizi tövsiyə edirəm. Orada daha geniş məlumat vermişik və həmin əlamətlər eynən D-də də özünü göstərir. Sadəcə bir qədər daha sürətli gedir. Analizlərdə necə aşkar edirik bu virusu? Bu virusun aşkar olması, diaqnozun qoyulması təbii ki, xüsusən seroloji reaksiyalarını, seroloji analizlərlə həyata keçirilir. Həmin virus orqanizmə düşdükdən sonra ona qarşı immunoqlobulin M yaranır. M immunoqlobulini aşkar etmək lazımdır burada. Yəni burada anti-HDV, yəni D virusuna qarşı immunoqlobulini aşkar etmək, həmçinin
HBS antigen, bu yadınıza gəlirsə, B hepatitində danışmışdıq. B hepatit virusunun səthi zulalının aşkar olunması idi. Yaxşı, bunu aşkar etsə, bunun D-yə nə aidiyyəti var deyə sual verə bilərsiniz. Axı o B hepatitinə aiddir. Yəni videonu diqqətlə izlədinizsə, orada mən dedim, D virusu B olmadan yaşaya bilmir. Yəni biz B-ni aşkarlamalıyıq, ondan sonra ona qarşı immunoglobulin aşkar olmalıdır. Yəni anti-HDV aşkar olmalıdır. HBS antigen aşkar olunubsa, ardıca anti-HDV aşkar olmalıdır ki, biri digərini təsdiqləsin. Və PCR analizi vasitəsilə HDV RNA, yəni onun genetik strukturu olan defektiv RNT-ni, ribonuklein turşusunun aşkar etmək lazımdır və bu onun özünün konkret bir diaqnoz qoyulmasına səbəbdir. Digər artıq analizlər isə qaraciyərdə baş verən biokimyəvi dəyişikliklər, bilirubinin fraksiyalarını yoxlamaq, qanın ümumi analizi, burada albuminin səviyyəsi, yəni bunlar yoxlanılır. Bunlar artıq ikincili əlamətləri aşkar etmək üçündür. Yəni xəstəliyin özünün diaqnozu qoymaq üçün bu 3 analiz olunmalıdır və ondan sonra deyilir ki, bəli, bu xəstə hepatit D xəstəsidir. Bundan sonra təbii ki, aşkar etdikdən sonra müalicə üsuluna keçmək lazımdır. Necə terapiya həyata keçirilir? Bu xəstəliyin müalicəsi bir qədər çətindir. Yəni ona qarşı konkret bir antiviral dərman aşkar olunmuyor. Ona görə də hal-hazırda əvvəlki videolarda izah etmişdik, interferon terapiyası həyata keçirilir. İnterferon terapiyası burada hələ də əsas metod hesab olunur. Uzun müddət interferon və onun rekombinantları təyin olunur və bu şəkildə interferon da virusu öldürmək üçün belə deyək, orqanizmdə mövcud olan yaranan birləşmədir və biz onu kənardan verməliyik ki, həmin virusu inkişafını dayandırsın. Virusa qarşı müalicə təyin olunduqca onun paralelində təbii ki, qaraciyər bərpa edici, yəni hepatoprotektorlar, ödün fəaliyyəti ilə əlaqədar olan, ona təsir edən dərman preparatları təyin olunur, müəyyən B qrup vitaminləri təyin oluna bilər və belə-belə, yəni xəstəliyin yaratdığı fəsadların qarşısını almaq üçün, yəni simptomları azaltmaq üçün istifadə olunan müalicə metodu da tətbiq olunur. Yəni əsas burada interferondur, digərləri isə simptomatikdir. Biri etioloji müalicəyə yönəlib, biri simptomatik müalicədir. Qorunmağın yollarına gəldikdə isə az öncə dedim, o yoluxma mexanizmlərinin qarşısını almaq lazımdır. Deməli, ortaq iynə istifadəsi, antiseptika, aseptika qaydalarına əməl etmək, gigiyenik qaydalara əməl etmək, ondan da əlavə cinsi davranışlara daha diqqətli yanaşmaq və hamilə xanımları bu xəstəliyin yoluxmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır ki, o xəstəliyə yoluxmasın. Və qorunmağın ən yaxşı yolu təbii ki, vaksin təyin etməkdir. Vaksin təyin olunur ki, orqanizmdə ona qarşı aktiv immunitet yaransın. Və burada təyin olunan vaksin hepatit D əleyhinə vaksin deyil. Hepatit B-də istifadə olunan vaksindir. 3 dozalı və yaxud da 4 dozalı vaksinin istifadə olunmasıdır. Hepatit B əleyhinə vaksin istifadə edirik. Ona görə ki, az öncə izah etdim, hepatit D virusu B olmadan yaşaya bilmir. Yəni biz B-yə qarşı müdafiəni təmin etməklə həmçinin D virusu hepatitinə qarşı da müdafiəni təmin etmiş olur. Ona görə ən yaxşı müdafiə metodu hepatit B əleyhinə vaksinin istifadə olunmasıdır. Düşünürəm ki, hepatit D haqqında bu qədər. İndi isə hepatit Y haqqında məlumat verək. Hepatit Y virusu bunlardan fərqlənir. Bu da qaraciyərdə dəyişiklik törədir, lakin bu yoluxma mexanizmi başqadır. Bir qədər A virusuna bənzəyir. A virusu kimi yoluxur. Hepatit Y virusu kalisi viruslara bənzəyir. Bunun da genetik materialı RNT əsaslıdır. Yəni ribonuklein turşusudur və yaxud da siz onu RNA da görmüş ola bilərsiniz. Bu ingiliscə variantıdır. Ribonuklein asid. A orada asid, Azərbaycanda turşu mənasını verir. Bu virusun bir neçə variantları vardır və A hepatit virusuna bənzəyir. Lakin A hepatit virusuna nəzərən az virulentdir, az yoluxucudur. Az yoluxucu olduğuna görə, yəni az yoluxucu olanda bir infeksiyon törədici. Onun yoluxma dozası yüksək olmalıdır. Yəni A-ya nəzərən belə deyək də başa düşmək üçün bir ovuc
A virusu kifayət edirsə onun yoluxmasına, Y virusuna 2-3 ovuc olması lazımdır ki, həmin virusun sağlam şəxs, həssas orqanizm ona yoluxsun. Yəqin ki, belə deyək, müqayisə metodunu izah edə bildim. Hepatit Y virusu orqanizmə əsasən fekal-oral mexanizmlə yoluxur. Yəni, ağız yolu qida vasitəsilə ağızdan daxil ola bilir. Bu virusla çirklənmiş xüsusilə su və ondan da sonra qida vasitəsilə yoluxa bilər. Təmas yolu ilə yoluxma mümkündür deyə soruşsanız, yəni burada cinsi təmasda söhbət hələ ki ondan getmir, əllə təmasdan gedirsə, əllə təmasdan bu şəkildə gedə bilər. Əgər virus siz çirklənmiş bir nahiyəyə toxunmuşsunuz, qida ola bilər, su ola bilər, həmin çirklənmiş sudan istifadə etmişsiniz, əllərinizi yumusunuz və həmin demək, əllə ağzımıza toxunmuşuq, o ağız yolu vasitəsilə orqanizmə düşürsə, bu halda inkişaf edə bilər. Bu bir qədər aşağı bir riskdir, çox aşağıdır. Çünki yəni onun virulentliyi dediyim kimi aşağıdır, yəni çox miqdarda olmalıdır. Bu bir qədər şübhəlidir. Xüsusən də çirklənmiş suyun istifadəsi və çirklənmiş qidanın istifadəsi ilə bu virusa yoluxmuş ola bilərik. Bu virusa yoluxmaq xüsusən də çirkli su mənbələrindən çox istifadə olunan ölkələrdə, rayon və kəndlərdə görmüş ola bilərik ki, orada ya maariflənmə səviyyəsi aşağıdır və yaxud da su təminatı aşağıdır, qidalanma normativləri, gigiyenik qaydaları aşağıdır və həmin yerdə bu xəstəliyə yoluxma daha yüksəkdir. Yəni, inkişafı az olan və inkişaf etməkdə olan bir sıra ölkələrdə bunu müşahidə etmək daha çoxdur. Lakin inkişaf etmiş ölkələrdə su təminatı mərkəzləşdirilib, dezinfeksiya olunur, ya xlorlaşdırılır, ya ozonlaşdırılır. Bu şəkildə su təmizlənir, təmiz olur və o virus orada olmur. Həmçinin fekal-oral yolla yoluxma olduğuna görə bu virus nəcis vasitəsilə suya və qidaya keçə bilər. Ona görə də kanalizasiya suları ilə, kanalizasiya boruları ilə təmiz su borularının bir-birinə təması olmamalıdır. Arada bəzən müəyyən yerlərdə onlara adətən bir yerdə qoyurlar, lakin arada filtr olur. Qalın filtrlər olur. Yəni bu torpaq qatı ola bilər, beton qatı ola bilər. Bilmirəm, bunu su təminatçıları daha yaxşı bilər. Bu aradakı filtr, baryer qatı daha doğrusu, filtr yox, baryer qatı zədələnərsə, suların bir-birinə qarışması nəticəsində təəssüf ki, virusa yoluxma bir epidemik hal ala bilər. İndi isə bu virusun törətdiyi klinik əlamətlər haqqında danışaq. Əsasən kəskin şəkildə özünü göstərir, yəni xronikləşmə ehtimalı olduqca aşağıdır, demək olar ki, yox səviyyəsindədir. O halda xronikləşə bilir ki, hepatit Y xəstəliyi, o insanlarda immun defisit vəziyyəti var. Yəni immunitet yox kimi bir şeydir və yaxud da çox pasiv vəziyyətdədir. O insanlarda hepatit Y xəstəliyi xronikləşə bilir. Belə deyək, kəskin mərhələdə özünü göstərir, qaraciyərdə dəyişikliklər yaradır, intoksikasiya prosesi yaradır, nəticədə halsızlıq, ürək bulanma, qızdırma əlamətləri ilə özünü göstərə bilər. İntoksikasiya baş verdiyinə görə, belə deyək də, qaraciyərdə fizioloji fəaliyyət pozulduğuna görə, yenə də bunlarda bilirubin konjugasiya olunmur, nəticə etibarilə bilirubin qana keçir və sarılıq əlamətləri ilə özünü göstərir. Bunlarla yanaşı, təbii ki, iştahsızlıq da öz yerində, yəni qidalanması da pozulur bu şəxslərin. Yəni, hepatit xəstəliyi, virusların törətdiyi hepatit xəstəliklərinin əlamətləri əksər hallarda bir-birinə bənzəyir. Bunlardan savayı sitomegalovirusdur, infeksiyon mononukleozdur, onlar da qaraciyərdə dəyişikliklər törədə bilir, yəni hepatit törədə bilir. Lakin onlar hepatotrop deyirlər. Yəni, o viruslar yaşamaq üçün əsasən, belə deyək, onlar evləri, qidalanmağa getdikləri yer qaraciyər toxuması deyil. Yanaşı olaraq baş verir. Artıq bu infeksiyalar aktivləşir və yaxud da daha kəskin mərhələdə özünü göstərəndə qaraciyər zədələyə bilir. Onlar da hepatit əlamətləri ilə özünü göstərir. Bu sadaladığımız əlamətlər, sarılıq da qoşula bilər. Lakin onlara biz hepatit A, B, C, D, Y deyə bilmərik. Çünki onlar başqadır. Sadəcə bənzər əlamətlərlə özünü göstərir. Çünki əsas dəyişikliklər burada qaraciyərdə getdiyinə görə onun verdiyi əlamətlər bir-birinə bənzəyir. Cinsi yolla yoluxma mümkündür deyə sual versəniz, olma ehtimalı var. Yəni bu bir qədər dəqiq deyil.
hepatit Y virusuna cinsi yolla yoluxma ehtimalı deyilənə görə var. Amma əsaslı mənbə deyil və yaxud da onu inkar edən əsaslı mənbə yoxdur. Yəni tam olaraq məlumat yoxdur bu haqda. Bir də hamilə qadınlar bu virusa yoluxduğu zaman daha ağır şəkildə ağır halda keçirirlər bu xəstəliyi. Daha kəskin əlamətlərin özünü göstərir və hətta ola bilər döllə də keçə bilər, uşaq salma, spontan abort halı baş verə bilər. Həmçinin doğulma baş verərsə ölü halda doğula bilər. Təəssüf ki, hepatit Y virusu hamilə qadınlarda daha ağır formada özünü göstərir. Diaqnozuna gəldikdə isə hepatit Y xəstəliyin diaqnozu dediyimiz bu klinik əlamətlər, göstərən, üzə çıxan vizual əlamətlər hepatit Y-ni göstərmiş olsa da, yəni o da belə deyək, diferensiyasiya etmək lazımdır. Hansı hepatit şəklində özünü göstərir, anamnestik məlumatlar da burada önəmlidir ki, necə oldu ki, bu hal baş verdi, doğrudan da çirkli sudan istifadə etdi və yaxud da digər variantlar var. Yəni bunlar araşdırılır və ona əsasən bir tədbir görülür və həmçinin ən əsas da biokimyəvi analizlər verilməlidir və bu analiz vasitəsilə biz diaqnozu daha dəqiq qoya bilərik. Yəni kəskin şəkildə özünü göstərdiyinə görə bu xəstəlik ona qarşı immunoglobulin M aşkar olunmalıdır. Anti-HIV immunoglobulin M bu aşkar olunmalıdır və təbii ki, bu virusun varlığını aşkar edən genetik məlumatın təsdiqləyən PCR analizi olmalıdır. Yəni HIV-RNA, HIV-RNT aşkar olmalıdır. Ondan sonra bu xəstəliyin hepatit Y olduğu haqqında dəqiq bir diaqnoz qoyulur. Müalicə tədbirlərinə gəldikdə isə, deyim, bu xəstəliyin, hepatit Y xəstəliyinin konkret bir antiviral etioloji müalicəsi yoxdur. Yəni virusu öldürmək üçün yoxdur. Bir müalicə, ona görə simptomatik müalicəyə üstünlük verilir ki, onun yaratdığı dəyişikliklər aradan qaldırılsın və yaxud da yaratdığı dəyişikliklər bir qədər yumşaldılsın ki, qaraciyəri zədələyə bilməsin. Digər toxumalara, bu intoksikasiya baş verdiyinə görə digər toxumaları da zədələyə bilməsin. Ən əsas da qaraciyəri. Ona görə mütləq simptomatik müalicə həyata keçirilir və müəyyən müddət sonra bu virus öz-özünə sağalma ilə, bu xəstəlik öz-özünə sağalma ilə nəticələnir. Çox ağır hallarda isə ribavirin, yəni antiviral olan, bu da konkret təbii ki, hepatit Y virusuna qarşı deyil, spesifik deyil. Lakin antiviral preparat olduğuna görə ribavirin təyin oluna bilər virusa qarşı. Hepatit Y-dən qorunmağın əsas yolları da gigiyenik qaydalara əməl etməkdir, çirkli sulardan, çirklənmiş qidalardan istifadə etməməkdir. Yəni burada əsas gigiyenik metodlardan istifadə etməklə bu xəstəlikdən qorunmaq mümkündür. Və hepatit Y əleyhinə hələ ki vaksin yoxdur. Yəqin ki, bunun üzərində işlər gedir. Antiviral dərmanların təyin olunması və vaksin təyin olunması üçün işlər davam etdirilir. Lakin bugünkü gündən danışırıqsa, hepatit Y əleyhinə vaksin yoxdur. Mövzumuza yekun olaraq onu bildirim ki, burada vaksindən danışanda hal-hazırda hepatit A əleyhinə vaksin var, hepatit B əleyhinə vaksin var və hepatit D əleyhinə, o da B əleyhinə istifadə olunur. Yəni bu üç hepatit virusuna qarşı vaksin istifadə olunur. Lakin C virusuna qarşı və Y virusuna qarşı hal-hazırda vaksin yoxdur. Belə dostlar, ümid edirəm ki, bütün bu hepatit videoları sizlər üçün faydalı oldu. Lazımi beyninizə yaranan suallara cavab tapa bildiniz. Bu bizim üçün çox xoş olar. Əgər kanala abunə deyilsinizsə, abunə olmağınızı, fikirlərinizi bildirməyinizi, bir bəyən düyməsini, like düyməsini basmağınızı istərdik. Bu özü bizim üçün bir dəstəkdir ki, insanların marağını gördükdən sonra videoları daha ətraflı və yeni mövzularla da qarşınıza gələ bilərik. Belə dostlar, nə suallarınız olarsa da təbii ki, komment yerinə yazın. Biz bacardığımız qədər cavablandıracağıq. Bu bizim üçün də xoşdur. Maksimal dərəcədə yardım etməyə, köməyinizə çatmağa çalışacağıq. Sonda da onu bildirim ki, Dr. Nemo YouTube kanalında, ümumiyyətlə Dr. Nemo kanalları istənilən platformada paylaşılan videolar qətiyyən müalicə, diaqnoz qoymaq məqsədi daşımır. Sadəcə maarifləndirmə məqsədi daşıyır və bizim kanalımız
tibbi maarifləndirmə kanalıdır və bacardığımız qədər də maarifləndirici məlumatlar verməyə çalışırıq. Belə dostlar, indi isə sağ olun, sağlam olun. Xəstələnməkdənsə ən yaxşısı xəstələnməməkdir. Şüarı ilə yaşamağınızı sizlərə də tövsiyə edirəm. Ona görə daima sağlam qalmağa çalışın və hər zaman sağlam olun. Sağ olun.